Mən TikTok'a canlı açdı, mən hediyə üçün girmirəm ha. Instagramda ged aç da canlım orada. Ged Instagramda aç. Pul için girmirmiş. Mən göz qabağında, mənə söz atmaz. Sənlə mən tərəziyə qoysa yer göqədə. Mənim abrım var, həyam var. Bəli, sən rekord qırmısan. Gəlsin, bax, qoşulsun canlıma, deyəcəm, nəyə rekordun qırmısan? Nəyə göstərib qırmısan o 105 min rekord? Azərbaycan üçün nədir, bu cəmiyyətimizə nədir? Düşmən ölkələrimizə nəyə göstərib rekord qırmısan? Başındakı sarı 3 dənə tükünü, yoxsa dırnağının buzunluğunu, yoxsa 4 divanda burcutmağını rekordun qırmısan? Tərbiyəsiz. Sen terbiyesiz yayın yaparsan ama baboş terbiyesiz yayın yaparım. Baboş kent hayatını yaparım. Baboşu izleyenler neçe 6 yılda TikTok'ta ki 6 defa ağzına pis söz eşitmeyecekler. Ama videolarımda hep biri belirleyirsen. Terbiyesiz göçünle beni biz tuturlar. Sen pis numunesin, ben pis numune deyirəm. Mən kənd həyatını reklam deyirəm, numune göstərirəm, qadınlarımıza tövtüzə saxlamağa öyrədirəm, inqivatoru göstərirəm ki, bax, xanımlar inqivatora yumurtanı belə yığıram, xanımlar da ne gözəldir kənd həyatı. Mən bunu təbliğ edirəm. Sən nə edirsən? Niyə idmançı oğlanları qaldırırsan ayağa? Bir onun cavabını ver. Nəyə göstərirsən camaata? Tələsməz, sənin də vaxtın var. Sen kimi çok gönle gidenler baboş çok görür. Tələsmə, yaşayırız. 105 min rekord vurur. Nəyə göstərir bu? Bunun cəmaat demiş ki, bu 105 min nəyə rekord, nəyə göstərir, nəyə təbliğ edir bu 105 min rekord vurur? Bunun cəmaat nə edir ona? Ben sen hayatı boyu ben sana pek eləmərəm. Sen deyən ki, Bərdiyə gəlmək istəyirəm. Sen deyən sənin evinə gəlmək istəyirəm. Sen deyən mənim adımı dəqiq canlıda adım çəkib söz soxub film yığan. Mən səni saymıram. Lazım olsa baboş film yığmasın, sənlə peykalar eləyər. Hara koymuşam şeyi. Cəmaatı ac deyib az təhqir elə cəmaatı. Dünən bugün çıxmışsan dana. 100 manatlıq evdə qalırdın. Ağşəhərin oturub 500 nəfərlə oturub kofe içib şey edirdi. Dünən bugün çıxmışsan da cəmaatı niyə təhqir edirsən? Ac deyirsən cəmaatı. Ac köpəkdir. İnşallah Allah görür hər şeyi. İnsanları alçaldırsan, kasıb təbəqəni alçaldırsan. İnşallah Allah böyükdür. Allah böyükdür. Sen de yaşayırsan görəsən, mən də yaşayıram görəcəyik. Oturma baxan günlərdə unutma. 4 nətər yeyirəm, hinimi necə tikdirmişəm, hinim 4 otaqlıdır, hamısını canlıda danışırsansa, böyük fanatım olmuşsan. Ki bunların hamısını oturub məni izləmişsən, böyük fanatım olmuşsan. Amma baboş səni bugün tanıyıb. Böyük fanatım olmuşsan. Sənin köhnədən oturub tanınmamışdan baxan ekran kayıtlarını çıxartıb storyimdə paylaşacağım. Gör baboşun evini necə hesablayırsan, baboşun qazancını necə hesablayırsan. Bunu insanlar görməyib, amma baboş göstərəcək. Qaldı kütlə yarısı paneldir. Bəli, sənin canlının yarısı paneldir. Demirəm sənin canlında adam yoxdur. 10 min, 15 min, uzağı 20 minə kimi. Az deyə mabelliyi yaz o birisi gəlir. Sən biz hər reklamı götürmür ya markadan. Dünən bugün çıxıb az yanındakı markadan danışır. Düzdür, mən cahiləm, mən markaza tanımıram. Sən dedik Sedərə kimi yerlər reklam eləyirsən. Sən Sedərəyə reklam. Dürüyaz, dünən bugün çıxıb kasıb Sedərəyə qurban olum. Sedərəyin oradakı aylonlarına, satılan koftalarına mən qurban olum. 500 manat pul görüb, mənə çox sadəlik bir gözəllikdir. Sadəlik bir gözəllikdir. Başa düşdünüz? Allah alacaq havanızı. Çox görün. Sadəlik bir gözəllikdir.
Sadəlik bir gözəllikdir. Camaat çölə qulan demirsən, kasıb təbəqəli insanları acılayıb aç köpək deyirsən. Olmaz bu. Olmaz. Aç köpək, özü təhqir edirsən camaatı. Təhqir edirsən sən camaatı. Sən nə olmuşsan ki? Onlar yenə bir kasıb olur. Sənin kimi başına parikov yolları qıraqlarında durmayıb. Bədənini satmayıb. Görək dünya dağıla Allah. Gör kim kimdən danışır, kim kimə lağ eləyir.